Salam aleykum dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. 21 sotda dikilmiş möhtəşəm villa təqdim eləyəcəm sizə. Gördüyünüz bu villa 2 mərtəbədir, ümumi sahəsi də 400 kvadratdır. Tam təmirli 7 otaqdan ibarətdir və əşyalıdır. Hər bir əşyası da qiymətə daxil. Həyətyanı sahəsi çox möhtəşəm təmir olunmuş, öz şəxsi yaşayışı üçün təmir edib ev sahibi bugünkü gündə də satışa təqdim olunur. Həyətyanı sahəsində yayqış mətbəxidir, onun yanında manqalnisidir, besetkasıdır və lap qıraq tərəfdə isə axran evi də nəzərdə tutulub. Əsas giriş qapısı da bax bu hissədəndir. Avtomobilləriniz birbaşa həyətə gəlir. Həyəti çox genişdir, 21 sotdur. Arxa hissəsində meyvə ağacları da var. Hamısını sizə göstərəcəm. Avtomatik açılır qapılar. Küçəsi də tam əsas yoldan 200 metr məsafədir. Tam evin qarşısına qədər də asfalt yoldur. Küçə də işıqlandırılıb. Qaz, su, işıq daimidir. İçməli suyu, dövlət suyu da var. Əlavə olaraq böyük tonajlı ambarı, su ambarı da var. Gəlin, yavaş-yavaş keçək, mən sizə həyətyanı sahəsini, besetkasını göstərim. Hovuzunu qeyd edeyim, böyük hovuzu var. Filtrli hovuzdur. Həyət gecə vaxtı da işıqlanır. Dekorativ ağaclardır, hamısı bahalı, keyfiyyətli ağaclardır. Çox baxımlı həyətdir. Bütün otaqların hamısında kondisioner quraşdırılıb. Təmiri də ki, möhtəşəm, bahalıdır. Qarşısı bax bu qaydada cam balkondur. Yay vaxtı aça bilərsiniz. Qışda da istifadə eləmək olur, çünki yeri istipoldur. Burada divan, kreslo qoyulub, qış vaxtı rahat şəkildə burada oturursunuz. Yağış yağan vaxtı da bura çox möhtəşəm görsənir. Buradan da daxil oluruq mətbəx olan hissəsinə. Mətbəxdə də mətbəx mebeli yığılıb, keyfiyyətli materialdan soyuducuları var 2 dənə. Burada gördüyünüz kimi manqalnisi var. Hamısı qaydasında sərgəli. Gəl, indi isə yavaş-yavaş keçək. Mən sizə digər otaqları göstərim. Tamına torpağın sahəsi 21 sotdur. Burada da hovuzun gördüyünüz kimi bax su motorları quraşdırılıb. Burada besetkasıdır, səliqəli, əyləşib çay içə bilərsiniz. Burada axran üçün nəzərdə tutulmuş evdir. Gəlin, indi isə keçək. Arxa hissəsində mən göstərim sizə. Arxada, yəni tikilinin arxasında sırf meyvə ağaçlarıdır. Bar verən böyük ağaçlardır, hamısı da bar verir. Arxa hissədə toyuqçuza üçün də sahibi yer düzəldib, toyuqçuza da saxlayırlar. Gəlin, tez şəkildə ora baxaq, çünki evin də kvadratı böyükdür. Hamısını sizə çəkib göstərim. Bax, elə ağac olan sahələrini sizə göstərim ki, görürsünüz. Bax, bu hissələr hamısı ağaçlardır. Buradan da evə daxil ola bilərsiniz. Burada da toyuqcüzələr üçün yer düzəldib. Əsl kənd həyatıdır. Birbaşa elə oradan kənd yumurtasından, öz məhsulunuzdan da istifadə edə bilərsiniz. Hasarı da çox böyükdür, qonşudan həyətdə görsənmir. Gəl, indi isə keçək, evin də proyekti ilə sizə tanış edeyim. Sahibi bura çox xərc çəkib, çəkdiyi xərcdən qiymətini qat-qat aşağı satır. İnşallah tikinti ilə məşğul olanlar, materialın qiymətlərini bilənlər yəqin ki, dəyərləndirər. Tamına 2 mərtəbədir, yerdən də bir 4 daş kürsülüdür. Tikilişi çox möhkəm, monolitlə, ara kəsmələr hamısı monolit beton. Bismillahirrahmanirrahim. Buyurun, birinci mərtəbədə daxil olan kimi koridor istipoldur, sağ tərəfdə böyük qonaq otağı. Qonaq otağının sahəsi böyükdür, tavanlar hündürdür, qarşısında vitraj pəncərələr, həmən vitraj pəncərələrdən də baxışı birbaşa həyətə. Çox gözəl görünüşü var, buradakı əşyalar qalacaq, bütün otaqlarda kondisioner sistemi, kondisionerin özü də quraşdırılıb. Qonaq otağı ilə üzbəüz mətbəx yerləşir. Mətbəx olan sahəsi istipol. Mətbəxdə də bütün avadanlıqlar, elektronika hamısı quraşdırılıb. Qabıyan bu hissədə, paltaryuyan isə çamaşır hissəsində. Burada da qarşısında terası var və əlavə olaraq bu hissədən də qapı qoyulub. Gəl, indi isə qalxaq, sizə digər otaqları göstərim. Bu hissədə şəbəkə güzgüdür. Əlavə olaraq birinci mərtəbədə yataq otağıdır. Bu yataq otağın hal-hazırda uşaq otağı kimi, oyun otağı kimi istifadə olunur. Allah bütün övladları saxlasın. Yəni, istənilən vaxtı buranı da yataq otağı kimi də istifadə eləmək olur. Bura birinci mərtəbənin hamam otağı. Bütün otaqlarda, yataq otaqlarında hamamı var. İkinci mərtəbənin də özünün hamam otağı var. Bax, burada əlavə olaraq bir otaqdır ki, yaradılıb çamaşır otağı kimi.
Mən sizə arxa hissədən göstərmişdim. Həmən qapı, bax bu hissədən evə daxil ola bilərsiniz. 52 litrə kombidir, çamaşır otağı kimi bax bu hissə istifadə olunur. Daha sonra burada da bir kladovka var. Burada da yine ayaqqabılarınızı, artıq əşyalarınızı qoya bilərsiniz. Pilləkənin altını boşa verməyib ev sahibi. İndi isə qalxağın ikinci mərtəbəyə. Pilləkənlərin hamısının üzərisi mərmərdir. Monolit beton, almaturdur, sementidir. Ən yaxşısından istifadə olunub. Yəni bir şey ki, özü yaşayış üçün eləyibsə, çox keyfiyyətli eləyib. İşıqlar da hamısı vaven sistemdir. Aşağıdan da, yuxarıdan da söndürə bilərsiniz. Birinci yataq otağı daxilində hamamı var. Bütün otaqlar mebellidir. Hamısı da qiymətə daxildir. Gəlin, ikinci yataq otağı ilə tanış olaq. Otaqların hamısının qarşısı vitraj pəncərələr, görüntüsü əladır. Bu evin bir üstünlüyü də odur ki, evin qibləyə tikilməsidir. Tam qiblə tərəfə, yəni gün çıxan istiqamətə tikildiyinə görə həmişə də günəşli olur, nəmişli söhbəti olmur. Bura növbəti yataq otağı. Gördüyünüz kimi bütün otaqlarda hamamı var, rahatçılıq üçün. Bu otağın da hamamı var. Və sonuncu otağı sizə göstərəcəm. Həmən otaqda həm hamam otağı da var, həm də qardirobu da var. Gəlin mən sizə ümumi balkon sahəsini göstərim. Bax, bu ikinci mərtəbənin ümumi balkon sahəsidir. İndi isə gəlin mən sizə əsas böyük yataq otağını göstərim. Gəlin zəhmət olmasa buranın işığını yandırım. Bura qardirob otağı, burada hamam otağı. Hamam otağına da baxaq. Dəyərli izləyicilər, bu evi kim alsa Allah xeyrin versin. Bir saat qabaq əlaqə saxlayarıq. Qiymətini də aşağıdan qeyd eləyəcəm. Sağ olun, var olun.